Aşıq Ecevit, həqiqi adı ilə Ecevit Öküzcü. Media və yerli əhali onu daha çox Aşıq Ecevit ləqəbi ilə tanıyır. Sinopun Boyabat rayonunda yaşayan və Aşıq Ecevit ləqəbi ilə tanınan 48 yaşlı Ecevit Öküzcü 24 ildir yol kənarında Aşıq Ecevitin yeri olaraq tanınan dayanacaqda sevdiyi qadını gözləyir. Ecevitin gənc yaşda xəstəliyə tutulduğu və gözlərində problem olduğu bildirilir. Burada bir qızla tanış olduq. Əvvəlcə aramız yaxşı idi. Sonra aramız dəydi. Bir aya yaxın burada danışmışdıq. Daha sonra o fikrini dəyişdi. Uşaq yaşlarından xəstəlik keçirdim. Gözlərim yaxşı görmür. Məni həkimə apardılar. Amma xeyri olmadı. Qız İstanbula getdi. Mən gedənin qarşısında necə dayanacaqdım? Mən daha sevgi istəmirəm. Atam yoxdur. Bir qardaşım var. Mən həmişə burada dayanıram. Yoldan keçən insanlar mənə kömək edirlər. Qız istəyib gedib. Mən daha nə edim? Axırıncı dəfə onu çıxıb gedəndə gördüm. Mənə heç nə demədi. Taksiyə mindi və getdi. Ecevit bildirib. Aşıq Ecevitə xeyirxah vətəndaş tərəfindən konteyner ev verilib.